Milyarder Elon Musk Dubai şahzadəsi Həmdan İbn Məhəmməd Əl Məktumla görüşüb. Bugün TV Axşam.az istinadən xəbər verir ki, görüş Dubayda baş tutub. Görüşdə qlobal texnoloji transformasiyalar, süni intellekt və gələcək texnologiyaların dayanıqlı inkişaf və həyat keyfiyyətinin artırılmasında rolu müzakirə olunub. Elon Musk Birləşmiş Ərəb Əmirliklərinin gələcəyə baxışını, texnologiya, süni intellekt və kosmos sahəsində əldə etdiyi nailiyyətləri yüksək qiymətləndirib. Görüşdə onların övladları da iştirak edib. Qeyd edək ki, Musk tarixdə sərvəti 700 milyard dolları keçən ilk şəxs olub. Sevindilə Akifoğlu, Samir Əliyev, Bugün TV.